Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki: "İstehi min Allah kema testehi min racul min salihi kavmik." Sen öz qövmündən olan salih bir insandan utandığın kimi, həya etdiyin kimi Allah'tan həya et. Yəni sən günah üzərində olduğun zaman öz halına bax. Yəni sən istəyirsənmi ki, öz qövmündən, yaxınlarından, qohum əqrabandan olan salih bir insan səni o günah üzərində görsün? Bunu düşündüyün zaman və kimsə sənə baxdığı zaman bunu tərk edirsən. Allahın yaxınlığını hiss etsən, sənin üzərində baxışını hiss etsən, Allahdan həya etsən və Allah Teala'nın sənin üzərində olan qüdrətini hiss etsən, o günahı, asiliyi tərk etməyinə səbəb olacaqdır. Lakin bir çox günah edənlərdə Allah Teala'nın baxışı, baxışlar içərisində ən aşağı olandır. Və buna görə də insan Allah Teala'nın onu görməsini, halını bilməsini xatırlamalıdır. Nəfsi onu günaha sövq etdiyi zaman.